Bakının Yasamal rayonunda ailə məişət zəminində 62 yaşlı kişi ağır xəsarətlər alıb. Dəqiq ekspert Teleqrafa istinadən xəbər verir ki, Yeni Yasamal qəsəbəsi 2-ci küçə 16-cı binanın 38-ci mənzilində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Elşən Nərimanoğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Buna cavab olaraq 60 yaşlı qadın balta ilə ərinin üzərinə hücum edərək ona bir neçə zərbə endirib. Zərbələr nəticəsində Elşən Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb. Onların birgə nikahından olan oğlu qadının əlindən baltanı alıb. Təcili yardıma müraciət edib. Ağır vəziyyətdə kliniki tibbi mərkəzə çatdırılan yaralı hazırda cərrahi əməliyyat olunur. Həkimlərin bildirdiyinə görə Elşən Hacıyevin vəziyyəti ağırdır. Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.